təhlil edəndə sözdə neçə hərf, neçə səs olduğunu bilməliyik. Yəni qeyd eləməliyik ki, ola bilər ki, sözdə hərf çox olar, səs az olar, ya səs çox olar, hərf az olar, düzdürmü? Sonra ikinci bizə gəlir sait səslərin növlərinə görə. Sait səslərin hansı növləri var idi? Qapalı, açıq, qalın, incə, dodaqlanan, dodaqlanmayan, düzdürmü? Yəni, sizə verilən sözdə qeyd olunan saitlərin növlərini qeyd eləməlisiniz ki, məsələn, qalındır, tutaq ki, qalın deyəsində, incədir, dodaqlanmayandır, bu formada qeyd olunmalıdır. Üçüncü əsas şərtimiz bizdə olacaq samit səslərin növlərinə görə. Samit səslərin hansı növləri var idi? Çar samitlər, bir də cingiltili samitlər, elədir? Yəni, sizə verilən sözdə çar samitin yaxud cingiltili samitin qarşılığının olub-olmadığını yazacaqsınız. Yəni, bir söz təhlil edəcək, başqa məsələ. Bir də əlavə fonetik təhlildə biz ahəng qanunundan danışa bilərik. Nədən danışa bilərik? Ahəng qanunu. Ahəng qanunu nə idi? Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsi idi. Düzdür mü? Yəni, bir sözdə ya ancaq qalın sait olmalıydı, ya ancaq incə sait olmalıydı ki, bu söz ahəng qanununa tabi olsun. Elədir? Əgər sözün tərkibində bu saitlər qarışırsa, söz ahəng qanununa tabi olmurdu. Afərin. Deməli, bu üç şərti biləndən sonra biz sözləri fonetik təhlil edə bilərik. Məsəl üçün, burada məktub sözü fonetik təhlil olunur. Yəni, söz necə fonetik təhlil olunur, onu göstərmək istəyirəm. Sözün tələffüz formasını yazmalıyıq. Baxın, söz bu formada yazılır, düzdür, məktub. Amma tələffüzü necədir? Burada ç, xıştırıq səsinə keçir, düzdür, məktub olunur. Aydındır mı? Yəni, biz fonetik təhlili sözün tələffüz formasına əsasən, səslərə əsasən aparırıq. Aydındır? Bəli. Baxın, necə qeyd olunur birinci? M, cingiltili samitdir, çar qarşılığı yoxdur. Yəni, bu samit haqqında biz məlumat verməliyik, necə samit olduğu var.